Xalq artisti Əminə Yusif qızı vəfat edib. Faktla bağlı təbibdən bildirilib ki, oktyabrın 9-da saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olub. Çağırış ünvanına dərhal Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Təcili Tibbi Yardım Briqadası tərəfindən xalq artistinin həkimə qədər ölüm faktı qeydə alınıb. Xatırladaq ki, Əminə Yusif qızı 1936-cı ildə Bakıda anadan olub. Bir müddət müxtəlif teatrlarda, o cümlədən Azərbaycan Film Kinostudiyasında çalışıb. 1998-ci ildə xalq artisti adına layiq görülüb. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamına əsasən şöhrət ordeni ilə təltif edilib. Əminə Yusif qızı daha çox dublyaj və səsləndirmə sahəsindəki fəaliyyətləri ilə şöhrət qazanıb.